İnşallah Gürcüstanın Maruneli şəhərindəyik. Maruneli şəhərində İmam Əli məscidi var. Hicri qəməri təqvimindən burada qeyd olunub 1152-ci ildə, miladi təqvimindən 1739-cu ildə inşa edilib məscid. Bura gələn zəvvarlar buradan keçənlər burada qala bilirlər. Burada onun üçün belə mərasim zalı var orada. Orada yemək və digər ehsanlar verilir. Burada dəstəmatxanası var. Biraz bu divarında da hədislər, ayələr qeyd olunub. Ali İmran surəsindən ayə var. 103-cü ayə. İmam Hüseyin buyurur, səxavətli olan ağa olar. Hədisdir. Burada İmam Əleyhisselam buyurur, ədalətin səbəbinə bərəkət 2 qat artar. İmam Əleyhisselam buyurur, ən şücaətli insan öz nəfsinə daha çox hakim olandır. Burada küçələri deyirlər. Burada da təyyarətxanaya yoldur. Ayaq yoluya, hamama yol var orada. Həyəti var bu mənə qədər biraz. Görə bilərsiniz, burada hamı Azərbaycan dilində danışır. Yəni danışa bilir və danışır. Rəsmi danışığı Gürcü dilidir. Burada gördüyünüz kimi dini şəkillər asılır. Küçələridir. Və məscidin içidir inşallah ki. Burada kişilər əsən olur. Qadınlar üçün də belə bir ev var. Qadınlar da əsən orada olurlar. O evdə də qadınlar üçün şərait yaradırlar. Nəzir qutusu var burada. Burada belə bir su qabı var. Soyuq su verir. Yəni kranlarla soyuq su axır. Orada stəkanlar da qoyublar. Bir dəfə istifadə üçün. Ondan istifadə olur. Çox gözəl şərait qurulub. Çox gözəl şərait qurulub. Allah razı olsun. Hər cür şərait var. Su var. Yəsan verirlər, ət gətirirlər. Pişirirlər özləridir bəzən. Bizim yəni gələnlər də pişirə bilir, özləri də pişirə bilir. Ambarlar var orada. Suyu, əti və digər ərzaqları var. Belə maraqlı bir şey düzəldiblər. Havuz daşları qırıblar, düzəldiblər. Çox maraqlıdır. Burada da dəstəmazlı şərait var. Allah burada xidməti olan hər kəsdən razı olsun. Bunun ərsəyə gəlməsində, düzəlməsində hər kəs ki iştirak edib, Allah ona razı olsun.